Salam, hər vaxtınız xeyir. Bugün sizlərə blow feili ilə işlənən, gündəlik danışıqda tez-tez işlətdiyimiz bir neçə söz hazırlamışam. Hazırsınızsa başlayaq. Qeyd edeyim ki, blow feili qaydasız feildir. Feil 1 forması blow, feil 2 forması blew, feil 3 forması blown kimi tələffüz edilir. Birinci sözümüz to blow up the balloon. To blow up the balloon şarı üfürmək, doldurmaq, şişirtmək mənalarına gəlir. Məsələn, nümunəyə baxaq. Can you help me blow up these balloons? Sən bu şarları doldurmaqda mənə köməklik eləyə bilərsən? Növbəti ifadəmiz to blow your nose. Mənası burnu təmizləməkdir. Məsələn, your nose is running. Blow your nose. Your nose is running. Burnun axır. Blow your nose. Burnunu təmizlə. To blow out the candle. Şamı üfürmək deməkdir. Məsələn, make a wish before you blow out the candle. Şamı üfürməzdən əvvəl arzu tut. Buradakı make a wish ifadəsi arzu tut deməkdir. To blow bubbles. Mənası baloncuq üfürmək deməkdir. Məsələn, let me blow bubbles. Qoy mən baloncuq üfürüm. To blow somebody a kiss. Kiməsə öpüş göndərmək. Yəni, şəkildəki qadının elədiyi hərəkət bu sözdən ifadə olunur. Məsələn, blow your granny a kiss. Nənənə öpüş göndər. To blow money on something. Nəyəcə boş yerə pul xərcləmək deməkdir. Məsələn, he blew all his money on gambling. O bütün pulunu qumara xərclədi. Bu arada gambling qumar deməkdir. To blow the whistle. Fit çalmaq deməkdir. Məsələn, the referee blew the whistle to stop the game. Hakim oyunu dayandırmaq üçün fit çaldı. Blow something open. Nəysə açmaq. Blow something shut. Nəysə örtmək deməkdir. Məsələn, the wind blew the door shut. Külək qapını örtdü. To blow inside out. Tərsinə çevirmək, tərsinə çevrilmək bu mənalara gəlir. Məsələn, his umbrella blew inside out. Onun çətiri tərsinə çevrildi.